çox vacib proseslər gedir Azərbaycan ətrafında, yaxın qonşumuzda, 30-40 milyonluq qardaşımızın taleyi ilə bağlı. Ümumiyyətlə, bu yaxın şərq od içindədir və İsrailin və Amerikanın törətdiyi bu cinayət, bəşəriyyətə qarşı törədilən bu terror, o tezliklə iqtisadi baxımdan da, başqa humanitar baxımdan da böyük faciələr gətirəcək dünyaya. Onda dünya ailəzaq ki, nə baş verir? Amma çox saylı tamaşaçıların xahişi ilə mən İrandan olan bəzi qardaşlarımızın müraciətlərini sizə təqdim edəcəyim bugün. Bilirsiniz ki, Naxçıvana düşən, kim tərəfindən hələlik atıldığı dəqiqləşdirilməyən, İranın da atdığını özləri inkar edən 2 dənə dron düşdü Naxçıvana. Bundan dərhal sonra, İlham Əliyev yığdı əsəbələrin başına böyük bir xalqı, dövləti şərəfsiz, alçaq deyə belə dövlət məmurları, mən prezidentə, dövlət başçısı demirəm, adi məmura belə yaraşmayan ifadələr işlətməyə başladı. Bu, təbii ki, buradakı qardaşlarımızı bərk incidib, ictimai kəskin şəkildə İlham Əliyevin əleyhinə dönüb. Yaxşı ki, onlar başa düşürlər ki, İlham Əliyev Azərbaycan xalqını təmsil eləmir. O öz adından danışır, ona görə də Azərbaycan xalqına qarşı çox belə hörmət, izzətli bir mövqe tutublar. Öncə mən həmin müraciətləri istəyirəm sizə təqdim edəyəm, sonra verişimizə davam edək, əvvəldən planlaşdırdığımız kimi. Deyibdir ki, beşərəf. Biz beşərəfik, ya sən beşərəfsən. Biz beşərəfik ki, öz məmləkətimizdən difə eləyirik, öz qeyrətimizdən difə eləyirik, öz şərəfimizdən difə eləyirik, dünyanın qabağında durmuşuq. İndi ki, indi əlandı, 10 dənə məmləkətdən savaşırıq. Amerika ilə, İsraildən, İngilisdən, Fransıza kömək eləyir. Ərəbistanı vurmuşuq, İmaratı vurmuşuq, Dubeyi, mən bilmirəm, o tərəfdən Qətəri vurmuşuq, Ummanda vurmuşuq, Ərağı vurmuşuq, Qibrisi vurmuşuq. Dostlar, xahiş edirəm, bayanın paylaşır, belə olması yox. 300 cəmisi 87 nəfər baxır YouTube'da, 187 nəfər TikTok'da. TikTok'u da mən yönəldim, buradan gedən söhbəti görsünlər. Təzili dostlar, paylaşın ki, daha çox insan bu müraciəti eşitsin, duysun. Çox xahiş edirəm sizdən. İlham Əliyevə layiq olduğu cavabı orada olan türk qardaşlarımız, Azərbaycanlılar verirlər. Əliyev biz İranlılara deyibdir ki, beşərəf. Biz beşərəfik, ya sən beşərəfsən. Biz beşərəfik ki, öz məmləkətimizdən difə eləyirik, öz qeyrətimizdən difə eləyirik, öz şərəfimizdən difə eləyirik, dünyanın qabağında durmuşuq. İndi ki, indi əlandı, 10 dənə məmləkətdən savaşırıq. Amerika ilə, İsraildən, İngilisdən, Fransıza kömək eləyir. Ərəbistanı vurmuşuq, İmaratı vurmuşuq, Dubeyi, mən bilmirəm, o tərəfdən Qətəri vurmuşuq, Ummanda vurmuşuq, Ərağı vurmuşuq, Qibrisi vurmuşuq. Onda sən gəlirsən bizə yekə-yekə danışsan, özündə nə görübsən ki, bizdən bu cür danışsan, İlham Əliyev? Nə qədər səni müraciət eləyirik, deyirik, qardaşıq biz deyib, yox, nə bilmirik, qonşuyuq, filanıq, behməniyik, hər seri səni müraciət eləyirik. Yekə-yekə danışırsan, sənin böyüklərin Amerika ilə İsraildə, bax ki, nə günət salmışıq bilələrin. Bax ki, müşəhlərimiz harada düşür, nə cür düşür təpələrinə, Amerika navlarını gör, haralar qaçırdıbdır gəmilərini. Sən bizə yekə-yekə danışırsan. Azərbaycan milləti bizim qardaşımızla başımız üstə yerləri var. Amma sən nə yekə danışırsan? Havaqaca fikir etsən, səni biz müraciət eləyəcək. Biz beşərəfik ya o adam ki, bizim qonşuluğumuzdadır və gəlir bizim düşmənimizə kömək eləyir. Benzin yollayır İsrailin hava peymalarına. Sən beşərəfsən, İlham Əliyev. Bakı milləti ilə sözüm yoxdur, hamımızı bizim əziz qardaşlarımızdılar. Amma sən bizə toxuna bilməzsən, sən yekə-yekə danışa bilməzsən, ha? Biz elə İran tüyləri özümüz başarırıq sənin nə cür cavabını verək. Bilginən nə danışırsan, bizim də təhəmmülümüzün həddi var. Biz zamanacaq təhəmmül eləyərik. Birdən gördün qardaşlığı zadı qoyduq qırağa, təhəmmül qoyduq qırağa. Çox ittifaqla düşə bilər, İlham Əliyev. Allah eləməsin o gün gələ. Allah eləməsin. 2 dənə qardaş millət bir-birlərinə əsləhə çəkələr. Amma sən zahirən elə bir o ərbabların
Sənə dəstur ediblər ki, geçə danışasan. Müyağa tolcuna, indi biz 10 dənə məmləkətdən savaşırıq, 10 dənə olsun 11 dənə. Bizə elə bir fərq eləməyəcəkdir. Elə bir fərq eləməyəcək ki. Bilginən kimlə nə cür danışırsan. Gənə təkrar eləyirəm. Bir şərəf sənsən ki, bizim düşmənlərimizə kömək eləyirsən və bizə xiyanət eləyirsən. Milləti İran, İran milləti, Türk, Fars, Ərəb, Kürd, hər nə mənə sabit eləyiblər ki, baş şərəfdirlər ki, şərəflərinə görədir ki, biz dünyanın qabağında baş əymirlər. Nəinki sən indi olubsan Netanyahu ilə Trump'ın iti. Dostlar, təbii ki, normal bir dövlətdə, bir dövlətin başçısı haqqında xarici bir vətəndaşın belə danışması xoş olmaz və o dövlətin vətəndaşları incidər. Amma cənublu qardaşımızın bu müraciətini mənə yüzlərlə adam göndərib ki, xaraş edir, tələb edir, verin bunu. Efirə niyə? Çünki Azərbaycan dil efirində səhərdən axşama qədər terrorçu İsrailə və Amerika nöşəsi deyirlər. Səhərdən axşama qədər İran əleyhinə təbliğat aparılır. İran deyəndə, yəni 30-40 milyon orada tuş var, öz qardaşımız var, Talış var, orada Kürt var, qardaşlarımız var orada bizim. Farslar da əslən vətənlər, xalq və millət olaraq bizim qardaşlarımızdır, insan olaraq hamımız Allah yaradıbdır. Biz yalnız o adama düşmən deyə bilərik ki, o silah əlində bizə qarşı nəsə eləsin. Baxın, mən bu müraciəti verdim, hesab edirəm ki, bunu hər bir Azərbaycanlı eşitməlidir. Paylaşmanızı sizdən xahiş edirəm, lütfən. İlham Əliyev layiq olduğu cavabı da almalıdır. Bu alacaq. İlham Əliyev özü və ailəsinin hansı zibillərinə görə mənim xalqımı və dövlətimi Azərbaycan dövlətini, eləcə də İranda yaşayan 30-40 milyon türkü Talışa qurban verə bilməz. Özünün şəxsi ambisiyalarına və hansısa şantaja görə. Epstein məsələsi artıq sübut olunmuyor. Ortadadır ki, bütün bu məsələlər dünyanı qana aparırlar. Kimlər? Epstein'i törədənlər. İlham Əliyev də Epstein əxlaqındadır. Azərbaycan xalqı onu yaxşı tanıyır. Burada mən bəyan edirəm, cənublu qardaşlarımız bilsinlər ki, İlham Əliyev Azərbaycan xalqının iradəsini ifadə eləmir. Onu biz seçməmişik. Azərbaycan xalqı seçməyib, o Azərbaycan xalqının adından danışa bilməz. Bugün Azərbaycan xalqının adından danışa biləcək yeganə legitim orqan Azərbaycan Xalq Parlamentidir ki, onu onlayn, internet üzərindən Azərbaycan xalqı səs verməklə formalaşdırıb. Yeganə, legitim orqandır. İlham Əliyev isə 493-cü ildə atası silahlı dövlət çevişinin hakimiyyəti əl alandan sonra hakimiyyəti, xalqın hakimiyyətini dədəsinin malı kimi, o miras əmlak kimi ötürüb oğluna. İstəyirəm onu bütün İran vətəndaşları da, orada yaşayan bizim qardaşlarımız da bilsinlər. İlham Əliyevin bu hadisə ilə bağlı elədiyi çıxış istər Türkiyədə, dünyanın hər yerində başında ağlı olan istənilən adamda ikrah hissi doğurubdur ki, sənin ölkəndə bu da hadisələr baş verir. 2017-ci ildə, baxın dostlar, 9 il bundan qabaqdır, 9 il keçibdir. Tərtərdə nələr baş verdi? Əskər və zabitlərimizin başına nə müsibət açdılar, öldürdülər, zorladılar. Bu adam ağzına suarıb bir kəbi danışmadı. İndi nə baş verirdi ki? Müharibə gedən yerdə səhvən raket gəlib hətta sənin vətəndaşlarını öldürə də bilər. Yazı yarıda Türkiyə, Rusiyanın təyyarəsini vurdu göydə. Sonra da pilot düşdü, ölü düşdü. Onu böyle təmtarağla aparıb dəfn edildilər, göndərdilər Rusiya. Onda Putin də başladı yeşiki danışmağa, söyməyə, əsəbi vəziyyətdə idi. Sonra nə oldu? Ən yaxın müttəfiq oldular, dost oldular Türkiyə ilə. Əziz vətəndaşlar, yəqin hamınız görmüşsünüz Hakan Fidanın, Türkiyənin Xarici İşlər Nazirinin bəyanatını. Türkiyə tərəf getməkdə olan bir raketin vurulandan sonra onun bəyanatı oldu. O cümləsini belə başladı. Mən rejissorumuzdan xahiş edirəm, o tapsa nə vaxtsa mütləq verə efirə. Hakan Fidan belə başlayır. Türkiyə ciddi dövlətdir. Bizi belə şeylərlə provokasiya çəkə bilməzsiniz. Və
başlayan kimi ha, cümləsinin əvvəlindən işarəsini vurdu ki, baxın ha, biz bilirik ki, bunu edən İsrail və Amerikadır. Adam xaricdən nazir, adam bilir ki, diplomatik dil nədir, necə danışmaq lazımdır. Başlayan kimi dedi ki, Türkiye ciddi dövlətdir, bizi belə şeylərdən oyuna gətirə bilməzdiniz. Və oradan İranlı qardaşlarımızı da belə bir müraciət elədi ki, əgər bu səhvən gəlibsə, deyin bilək, olur belə şeylər. Yox, əgər qəsdə varsa, belə oyuna getmək istədə xeyir eləməz. Məsələn, da çıx oradan efirə, ay alçaqlar, şərəfsizlər. Sənə də bilmirsən, sən bu üz istəyirəm, oyuna salmaq istəyən kimdir? İrandır, yoxsa İsraildir? Amerika'da bilinmir. Artıq subutlar var ortada ki, Ərəb ölkələrində partlayışlar törədib, İrana qarşı Ərəb dövlətlərinin birliyini yaratmağa çalışan İsrail Mossad'ın agentləri yaxalanıb, ifşa olunublar. Sən elə araşdırmadan nə bildin ki, ora drone düşəcək? Sən o qoca kilə yığıb ətrafına başladın orada asu kəsməyə. Sən belə operativ reaksiya verənsənsə, bəs o ölkədə bu qədər böyük ağır cinayətlər baş verib, niyə bu günə qədər sən reaksiya verməmişsən? Mən dostlar çox xahiş edirəm, hamı öz fikrini yazsın, bu cənublu qardaşımızı mən buradan salamlayıram, bağrıma basıram. Bu adamların əks reaksiyasına sizin münasibətiniz, bunlar haqlıdırlar, hə ya yox? Mən istəyirəm xalqımızın da bir mövqeyin bilək, ictimai bilək. İkinci bir qardaşımız. Az akıllı ol. Kendi çıkarların için Azerbaycan ordusunu savaşa itemezsin. Dubai'de senin kaç tane otelin olduğunu biliyorum. Ve o otellerin içinde kaç tane CIA Mossad ajanının İran tarafından vurulduğunu da biliyoruz. Sırf senin derdin ne biliyor musun? Senin orada 2 tane otelin bombalandı diye bütün Azerbaycan askerlerini cepheye gönderiyorsun. Aliyev, akıllı ol, sen hakkında her şeyi biliyoruz. Eşitdiniz dostlar, adamlar Azərbaycan əskərinin dərdini çəkirlər ki, sən öz şəxsi işlərinə görə qardaşı qurban vermə, qırğını verə bilməzsən. Çalışıyor. Ben anlamıyorum. Yani şimdi saldırı geldi, tamam mı? Nahçıvan'ın havaalanına bir saldırı. Türkiye Cumhuriyeti vatandaşı olarak Azerbaycan bizim kardeş ülkemiz. Bir kere bunun altını kalın harflerle çizelim. Azerbaycan'ın başına gelebilecek her şeyde biz topyekun Türk milleti olarak Azerbaycan'ın arkasındayız. İlham Aliyev'in açıklaması kabul edilebilir bir açıklama değil. Yani bir devlet adamı ağırlığında bir açıklama değil. Niye değil? Çünkü İran'dan bir saldırı yapıldığı söylendi. Nahçıvan havalimanına saldırı yapıldı denildi. Şimdi sen itidali davranırsın. Şimdi Türkiye orada akıllı davrandı. Yani saldıranın kim olduğunu söylemedi. Yani bir füze geldi falan filan. Şimdi İran ismini söyleyerek ve İran'ın bu yaptığı kabul edilemez diyor. Alçakça diyor, namertçe diyor. Hani bunun diyor karşılığı verilecek. Şimdi bunu niye söylersin? Bir bekle. Yani İran bu kadar mı aptal? Adamlar geri zekalı olabilir mi bu kadar? En hassas olan bölgeleri Tebriz gibi bir yer dururken ve Türkiye'nin, Azerbaycan'ın gözü buradayken, buradaki Türkleri korumak bizim birinci hedefimiz derken, bütün Türk milleti olarak da biz gözümüzde hem İran'ı da savunarak hem de Azerbaycan Türklerini, Güney Azerbaycan'daki Türkleri de korumayı kendimize hani bir şiar edinmişken, yani böyle bakarken, şunu düşman edilir mi? Ya bu manyak olması lazım. Yani dur bir dakika Türkleri de bir şey yapayım. Türkiye'ye de bir füze atayım. Dur şeye de bir füze atayım. Azerbaycan bunları da savaşa dahil edeyim. Bunlar da bana saldırsın. Bunu mu istiyor? Sen İlham Aliyev olarak durup dururken bunu İran attı. Biz İran'a cevap veririz, gerekir yaparız. Böyle bir şey olmaz. Sen bunu söyleyemezsin. Bir bak bakalım ya. Bunu kim atar? İran atar mı? İran sana bomba gönderir mi şimdi ya? Adam geri zekalı mı? Adam aptal mı? Uluslararası ilişkilerini hiç mi okumadı adam? Yani böyle bir şey olabilir mi? İç ayaklanma olur. İç ayakla. Ya hele Türkler ayağa kalktığı zaman iş bitti zaten yani. Konu kapandı. Eşitdiniz dostlar, dövlət ağıl deyilən belə olur. İlham Yolda Aliyev AK isə Partili isimlerde Azerbaycan'a, kardeş ülke Azerbaycan'a önemli mesajlar verdi. Azerbaycan 2 İHA'nın düşürüldüğü olayı terör saldırısı olarak niteledi, İran'ı kınadı. Tahran, İHA'ların kendileri tarafından atılmadığını ve Azerbaycan'ın egemenliğine saygı duyduğunu açıkladı. Bu şerefsizler, bize karşı bu terör aktını töredenler
peşman olacaklar. Tansiyon düşmedi, AK Parti çevresinden açıklamalar peş peşe geldi. Bardak taşmışa benziyor. Türkiye'deki kredisini böyle kolay harcamayı göze alması ülkesi ve ailesi açısından çok ciddi bir hatadır. Azerbaycan halkı kadim kardeşimizdir. Azerbaycan candır. Ama bir başka matematik hesabının yapılmasının zamanı geldi diye düşünüyorum. Türkiye, İsrail kuşatmasına müsaade etmez. İran'a karşı olan əməliyyatlarda iştirak eləmir. Çünkü bizim mövqeyimiz bundan ibarətdir. Biz qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirtməyə nə marağımız var, nə də bizim siyasətimiz buna imkan verir. AK Partili Şamil Tayyar, Türkiye-Azerbaycan ilişkilerine dikkat çekti. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'e yanlışa sürüklenmeme uyarısında bulundu. Azerbaycan öfkesini kontrol edemiyor. İsrail basınına göre İran'a karşı savaş hazırlığı yapıyor. İnşallah böyle bir yanlışa sürüklenmez, soykırımcı devletin peşine takılmaz. Azerbaycan, kardeş Türkiye ile sürekli istişare içinde olmalı ve ortak hareket etmelidir. Eğer Aliyev, kardeşini değil soykırımcıları tercih ederse kardeşinden kopar, ülkesinin kazanımlarını kaybeder. Sabah gazetesi yazarı Salih Tuna, bölge ülkelerinin birlik olması gerektiğine vurgu yaptı. NATO tehlikesine dikkat çekti. Türkiye'ye düşecek kaynağı belirsiz bir drone marifetiyle NATO'yu Türkiye'ye sormadan savaşa sokma ihtimali hala yok olmuş değil. Lübnan'da yakalanan Mossad ekibi bu tarz tezgahların ispatı mesabesinde. Baksanıza İran, Aramco'yu vurmadığını söylüyor ama kimse dinlemiyor. Bölgemiz için birlik olmak, topyekün direniş hattında bulunmak artık bir tercih değil, varoluşsal zorunluluktur. Eşitiz dostlar. Burada bir ifade geçti, fikir verirsiniz. Türkiye'ye atılan her hansı bir drona, her hansı bir rakete göre Türkiye'nin fikri soruşulmadan NATO'nun İran'a karşı əməliyyata qoşulması bəhanə kimi istifadə olunacaq. Türkiye'nin fikri soruşulmayacaq. Adamlar bunu hazırlayırlar. Ben açığı deyim, hətta bəzən bizim öz yaxın dairəmizdə müzakirə edəndə mən İlham Əliyevin xarici siyasətini çox müdafiə eləmişəm ki, filan məsələlərdə çox adam haqlı iş görür. Yəni demək istəyirəm ki, xarici siyasətlə bağlı İlham Əliyev naşı deyil. Daxildə adam cinayətkarlıqla məşğuldur heç. Amma beynəlxalq siyasətdə istər Qarabağın azad olunması zamanı 44-cü müharibədə İlham Əliyevin belə də apardığı o beynəlxalq siyasət sübut elədi ki, adam bacarır, yəni bilir bu şeyləri, lazım gələndə yüksək səviyyədə beynəlxalq münasibətlər nizamlamağı bacarır. Deməli, İlham Əliyevin bu çıxış ki var, bu təsadüfi çıxış deyil. Bu naşılıqla bağlı zad da deyil. Bu təcrübəsizliklə bağlı zad deyil. Artıq İlham Əliyev son illərdə həm beynəlxalq münasibətlər sistemində, həm daxil dövlət idarəçiliyində səhvləri ilə yanaşı, həm də çox böyük bir təcrübə əldə eləyibdir. Yəni kimsə fikirləşsə ki, bu emosional oldu, güya Naxçıvana nə bilim, nəsə düşdü deyə özündən çıxıbdır, hissə qapılıb yox qətiyyən. Hissə qapılandan deyil o. Qəti. Əslən vətənlər, mən əslən Naxçıvanlıyam. Atam Ərdəbil tərəfdəndir. Anam dəfələn demişim Qərib Azərbaycandandır. Naxçıvanda doğmuşam, qohum qardaşım Naxçıvandadır. Əgər İran tərəfdən təsadüfən gələn hər hansı bir raket orada mənim doğma balamı, yaxın qohumlarımı öldürmüş olsaydı belə, mən İrana qarşı heç bir vaxt belə davranmazdım. Qətiyyən. Orada şəhiddir, müharibə gedir. Müharibə olan ölkədə olur belə, raketlər bəzən dönüb hətta Azərbaycanın təcrübəsində olub. Öz ərazimizə düşən bizim raketlərimiz olur. Bu demək ki, özümüz vururuq. Qəsd olmayan yerdə qonşuya qarşı, qardaşa qarşı belə davranmaq düzgün deyil. Deməli, İlham Əliyev əvvəlcədən bunu planlaşdırıbdır. Buna mənim heç şübhəm zadım yoxdur. İlham Əliyev bu günə qədər bir dənə də hadisə etsən vətənlər bu formada operativ reaksiya verməyibdir. Nə baş verdi ki, Naxçıvanda? İnşallah ölən yox, tən yox. Hə? Bəlkə İrandakı kimi o drone düşərdi bizim orta məktəbə. İndi bizdə qız məktəbi yoxdur ayrıcana. Düşərdi orta məktəbə, azyaşlı uşaqlarımız ölərdi. Onda görəsən bu neynəyəcəkdi? Əgər heç bir şey olmaya,
Adam özün belə aparırsa birdən-birə, çıxıb özünə yaraşmayan formada, özünə yaraşmayan nə mənada deyirəm ha. Yəni bu günə qədər o belə davranmayıbdı. Heç bir vaxt. Deməli bunu əvvəlcədən hazırlayıblar ki, ya biz belə bir şey deyəcəyik, sən oradan çıx. Mənim şəxsi qənaətim belədir dostlar, İlham Əliyev Azərbaycan ərazisindən İrana qarşı istifadə eləmək üçün İsrailə və Amerikaya icazə vermək üçün bəhanə gəzir. Və bu bəhanəni də ona baş salıblar ki, biz sənin üçün yaradacağıq. Mən buradan müraciət edirəm Azərbaycan ordusuna, Azərbaycan xalqına. Şəxsən mənə inanan, hörmət edən bütün insanlara. İlham Əliyevin çağırışı ilə bundan sonra heç bir dövlətə qarşı müharibə qoşulmuyor. Bizə hücum eləmədikcə, bizim dövlətimizə, ölkəmizə, torpağımıza təcavüz olmadıqca Azərbaycan ordusu İlham Əliyevin əmrinə uyub heç bir döyüşdə iştirak eləməməlidir. Xüsusilə qardaşlarımıza qarşı. Bu xəyanətdir, bunun başqa bir adı yoxdur. Bu tarixdə misli görünməmiş bir xəyanətdir dostlar. Misli görünməmiş bir xəyanət. Şudur. Azerbaycan'a sesleniyorum burada. Bakın çok önemli bir şey söylüyorum. O zaman Türklerin de mecburen İran yönetiminin bu peca bir şey yapacağı yok. Türklere karşı katliama başlamak üzere olduklarına dair bana bilgiler geldi. İran'daki insanlardan. Kürt grupları değil, terör grupları. Şurayı çok iyi çizmemiz lazım. Burası Türkiye sınırı. Hep dikkat çektik. Programlarda da dikkat çektik ve şimdi gün yüzü Mən üzr istəyirəm, Rüstəm müəllimlə bizim verilişimiz